Bu videonu story için çekecektim. Sonra fikirleştim ki post kimi çeksem ve qalsa çox qəşəng olar. Sizlərlə çox maraqlı bir nüansı paylaşmaq istəyirəm. Nə vaxt özümü pis hiss eləsəm, nə vaxt özümü aşağı modda hiss eləsəm, nə vaxt həqiqətən ümidsiz hiss eləsəm, nə vaxt bir şeylər yolunda getməsə, nə vaxt elədiyim şeylərin qarşılığını istədiyim səviyyədə ala bilməsəm, nə vaxt həqiqətən çarəsiz hiss etsəm və çarəsizliyin içində boğulurmuş kimi hiss eləsəm, yazmağa başlayıram. Və yazdığım hər an çox möhtəşəm başqa bir şey ortaya çıxır. Bugünə kimi başqaları üçün yazdığım 70-dən çox kitabı nəzərə almıram. Özümün öz hekayəm olaraq yazdığım 2 kitabım var. Hansı ki biri silinmişdi və xoşbəxtlikdən yaxın zamanda geri qaytara bildim. Digər kitabım isə hal-hazırda editordan keçir və satışa hazırlanır. Yaxın zamanda o kitab çıxacaq və mən artıq 3-cü kitabıma başlamışam əzizlərim və bugün 26-cı səhifədəydim. Maraqlı qismi nədir onu sizə xatırladım. Kitabı yazmağa başlayanda əsla nə yazacağımı bilmirəm. Yəni heç bir şey planlamıram. Bəlkə də bir yazarın bu şəkildə yazmağa başlaması çox düzgün deyil struktur baxımından, amma mən onsuz da strukturlara sığacaq bir ruha sahib deyiləm. Ona görə azadlığın içində canım necə yazmaq istəyirsə, ürəyimdən, içimdən, qəlbimdən necə gəlirsə o şəkildə yazıram və inana bilməyəcəksiniz. Özüm belə məətəl qalıram yazdıqlarıma. O qədər möhtəşəm sənət əsərləri çıxır ortaya. O qədər gözəl cümlələr, o qədər gözəl təsvirlər ortaya çıxır ki, o çarəsiz hiss etdirən anlar, o ümidsiz hiss etdirən anlar, o sıxışmış hiss etdirən anlar o qədər səndən uzaqlaşır və rahatlaşırsan ki, həqiqətən hər duyğunun xidmət elədiyi başqa pozitiv bir şey olduğunu, yəni hər şərdə bir xeyir olduğunu mən yenə müşahidə edirəm həyatımda və bu videonu da çəkməkdəki niyyətim əslində budur. Özünüzə baxmağınızı istəyirəm. Uşaqlığınızdan bəri bugünə qədər sizə bu həyatda nə çox yaxşı təsir edir. Məsələn, uşaqlığımdan bəri mən yazan olmuşam və mənə həmişə yazmaq bir məlhəm kimi gəlib, bir dərman kimi gəlib. Və sizə nə təsir edib və sizə bu kimi anlarda nə kömək edə bilər? Ona baxıb, onu tapıb, onu həyatınızda çoxaltmağınızı diləyirəm. Bunun xatırlatmasını eləmək istədim. Çünki mən bunu eləyərək artıq 3-cü kitabımı yazıram və gələcəkdə bir gün o kitabı siz oxuyacaqsınız. Bu hadisələrdən mənə geriyə qalan kitablarım olacaq və sizə geriyə qalan nə olacaq?